Müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. İzaha keçməmişdən əvvəl sizləri ödənişli qruplarımız haqqında məlumatlandırmaq istəyirəm. Ödənişli dərslərimizə qoşulmaq istəyən müəllimlərimizi yuxarıda qeyd etdiyim nömrə ilə əlaqə saxlamağı tövsiyə eləyirəm. Bizim hər ay yeni hazırlıq qruplarımız açılır və qruplarımız birəbir imtahan istiqamətində müəllimləri hazırlaşdırır. Deməli, və kanalıma abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayaq ki, daha çox videolardan, yeni videolardan xəbərdar ola biləsiniz. Və keçək izahımıza. Bugünkü mövzumuz interaktiv dərsdir. İnteraktiv dərs nə deməkdir? İnteraktiv dərs o deməkdir ki, yəni aktivlik var burada. Hər bir kəs bu dərsdə aktiv iştirak eləyir. Heç kəs passiv deyil. Fərdi şəkildə heç bir şagird burada fəaliyyət göstərmir. Heç bir şagird, baxın, bunu mütləq yadda saxlayın. Fərdi işi sevmir. İnteraktiv dərsdə, testlərdə də qarşınıza çıxa bilər. Fərdi sözü varsa var, o testdə onu qətiyyən götürmək olmaz. Fərdi işi sevmir. İnteraktiv dərsin düşmanıdır fərdilik. Bunu belə yadda saxlayırsınız. İnteraktiv sözünün mənası nədir? Qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. Yəni, burada şagirdlər bir-birləri ilə qarşılıqlı əlaqədə olurlar, fəaliyyətdə olurlar və bir yerdə dərsdə iştirak eləyirlər aktiv şəkildə. Müəllim verən tapşırıq da bir yerdə eləyirlər, bir-birlərindən fikir danışması eləyirlər, bu şəkildə irəliləyir. Bu deməkdir ki, interaktiv təlim zamanı şagirdlər informasiyanı passiv şəkildə qəbul edən tərəf olmaqdan çıxır. Artıq şagirdlər bu dərslərdə ənənəvi üsullarda olduğu kimi passiv şagirdlər deyil. Yəni, bu müasir təlim modelidir ki, burada şagirdlər aktiv olurlar. Yəni, bu dərslərdə müəllim danışır, şagird qulaq asan tərəf deyil. Şagirdlər artıq subyektdirlər, şagirdlərin fikir danışması var, şagirdlərin öz şəxsi subyektiv fikirləri var ki, biz onları önəmsəməliyik, onlara qulaq asmalıyıq, dinləməliyik, onlara seçim haqqı verməliyik, onların meylini, marağını, istəklərini təlimdə nəzərə alaraq dərslərimizi o şəkildə təşkil eləməliyik və bunları eləyəriksə interaktiv dərs mühiti yaratmış olarıq, dəyərli müəllimlər. Deyir ki, informasiyanı passiv şəkildə qəbul edən tərəf olmaqdan çıxır. Yəni, şagirdlər necə olurlar? İnformasiyanı aktiv şəkildə analiz edə bilirlər. Baxın, analiz edirlər. Öyrəndiklərini tətbiq edə bilirlər. Qiymətləndirən tərəfə çevrilə bilirlər. Görün, nə qədər üstünlükləri var interaktiv dərsin. Şagird yönümlü təlim birəbir buna nümunədir. Sorğu və araşdırma, problem əsaslı öyrənmə kimi təlim modelləri interaktiv dərsə nümunədir. İş üsullarını keçəndə mən bu təlim modellərindən sizə danışacağam. Təlim modelləridir, iş üsullarıdır. Hər birisi əslində interaktiv dərsin təşkili üçün tətbiq olunmuş üsullardır. Şagird yönümlü təlim nədir? Şagird yönümlü təlim şagirdlərin meylini, marağını nəzərə almaqdır. Yəni, təlimdə, dərs mühitində şagirdlərin dərsə olan marağını, onların meylini, onların istəklərini nəzərə almaqdır və onlara dərsdə seçim imkanı veririk, onları dinləyirik, onların subyekt olduğunu qəbul edirik. Onlar bir subyektdirlər. Obyekt kimi yanaşmırıq biz onlara. Biz passiv şəkildə şagirdləri əyləşin, dərsə başlayırıq. Belə olmaz. İnteraktiv dərs də bu şəkildə olmur. Yəni, müasir təlim modelləri elədir ki, yəni 21-ci əsr bacarıqları formalaşdırır şagirdlərdə. Onları gələcəyə bir şəxsiyyət kimi yetişdirməyi tələb eləyir bizlərdən. İnteraktiv dərs şagirdləri prosesə cəlb edir, şagirdləri prosesə cəlb edir, şagirdləri birgə fəaliyyətə cəlb edir. Əgər şagirdlər birgə fəaliyyət göstərərsə, bunlarda əməkdaşlıq formalaşır. Yəni, yumşaq bacarıqlar formalaşmış olur. Ünsiyyət, liderlik, başa düşürsünüz müəllimlər. Deməli, görün bu interaktiv dərs prosesi şagirdlərdə nə qədər fəaliyyəti özündə birləşdirir. Əgər birgə fəaliyyət göstərən şagirdlər bir-birlərindən nələrsə öyrənə bilirlər, bir-birlərinin fikirlərindən nələrsə götürə bilərlər, yeni ideyalar, hər kəsin öz fikri olur, öz ideyası olur. Bunlar hər birisi birgə fəaliyyət göstərirlər və bir-birlərindən öyrənmədiklərini, bilmədiklərini, daha doğrusu bilmədiklərini öyrənə bilərlər. Və bu dərslərdə müəllim də aktiv olmalıdır və aktiv olur.
Müəllimin rolu deyir, dərsdə təkcə təlimat vermək deyil. Təlimat vermir. Bunu eləyin, bunu eləyin, belə eləyin, olmaz. Müəllim də öyrənmə prosesini aktivləşdirməlidir. Deməli, sonra burada nə gəlir? Deyir ki, interaktiv dərs mühitinin yaradılması üçün lazım olan müəyyən istiqamətlər var, direktivlər var ki, gəlin bir-bir onlarla tanış olaq görüm. Hansı direktivlər, hansı istiqamətlərdir ki, interaktiv dərs mühitinin yaradılması üçün lazımdır? Baxaq müəllimlər, deməli burada birinci nə gəlir? Şagirdin dərsə cəlb olunmağa həvəsləndirilməsi. Bunları müəllimlər əzbərləyəcəksiniz. Bax, bunlar əzbər tələb eləyir. Əzbərləyəcəksiniz. Nədir istiqamətlər? Hansı istiqamətlər interaktiv dərs mühitinin yaradılması üçün mövcuddur? Baxağın, şagirdin dərsə cəlb olunmağa həvəsləndirilməsi. Cəlb olunma kimi yadınızda saxlayırsınız birincini. Şagirdlərə cavab verməyə, müzakirə etməyə və praktik tətbiqə sövq edən sualların verilməsi. Bunu da bu şəkildə yadınızda saxlayırsınız. Sonra, şagirdlərin diqqətini çəkən, onları cavab verməyə sövq edən təlim vasitələrindən istifadə olunması. Təlim vasitələrindən istifadə eləyəriksə, şagirdləri cavab verməyə, müzakirə etməyə, praktik tətbiqə sövq edən suallar verilməsini təşkil eləyəriksə, şagirdi dərsə cəlb olunmağa həvəsləndirəriksə, sonra dördüncüyə baxaq, işçi atmosferinin yaradılması. Sinifdə işçi qrupu atmosferinin yaradılmasını təşkil eləyəriksə, şagirdlərlə bərabər müəllim də fəaliyyətə cəlb olunarsa, deməli, nə baş verər? İnteraktiv dərs mühiti yaranmış olar. Ki, biz bunları eləyəndə, burada 5 dənə nömrələnmiş cümlələr var ki, bunları eləyəndə, bu direktivləri, istiqamətləri tətbiq edəndə interaktiv dərs mühiti yaranmış olur. Aydındır müəllimlər. Deməli, interaktiv dərsin bir də üstün cəhətləri var. PDF-də qeyd eləməmişəm, amma sonradan bura əlavələr etmişəm. İnteraktiv dərsin üstün cəhətləri hansılardır müəllimlər? 3 dənə üstün cəhəti var. Üstün cəhəti odur ki, interaktiv dərsi təşkil eləyəndə hansı üstünlükləri bizə verə bilir? Ölçülə biləndir. Nə ölçülə biləndir? Şagird nailiyyətinin ölçülə bilən olması. İnteraktiv dərsi təşkil edəndə şagird nailiyyətini ölçə bilirik biz. Yəni, həmin dərsdə, interaktiv dərsdə hər bir şagird aktivdir və hər bir şagird aktiv olduğu bir mühitdə biz şagirdlərə tapşırıqlar veririk və tapşırıqlar da yuxarı təfəkkür səviyyəsinə uyğun tapşırıqlar veririk əlbəttə ki. Və şagirdlər də həmin tapşırıqların öhdəsindən gələndə, belə deyək, biz o şagirdlərin fəaliyyətini qiymətləndirə bilirik, ölçürük və qiymət veririk. Sonra, şagirdin motivasiya edir. İnteraktiv, aktiv bir dərs mühitidir. Niyə də etməsin? Aktiv bir yerdir. Şagirdlər hər birisi ruh yüksəkliyi ilə dərsdə iştirak edirlər. Motivasiyaları yüksək olur. Sonra, şagirdləri deyir, real həyatı bacarıqlar formalaşdırır. Şagirdlərdə real həyatı bacarıqlar formalaşdırır. Nəyə görə real həyatı bacarıqlar formalaşdırır? Nə baş verir ki orada? Deyə bilərsiniz, sual kimi ki, müəllim, nə baş verir ki, nəyə görə? Baxın, müəllimlər, burada biz bu dərsləri təşkil edən zaman interaktiv dərsdə şagirdlərə hansı ki iş üsulları var, simulyasiya və rollu oyunlar, bunları təşkil edən zaman şagird orada öz rolunu gedir, başqasının rolunu gedir və onda o rolları getdikcə artıq şagird həyata hazırlanır, bir növ həyata hazırlanır, həyatı bacarıqlar formalaşır onda. Real həyatı bacarıqlar formalaşır. Mən düşünürəm ki, bura qədər aydın olur sizlərə və mənim izahımdan sonra müəllimlər, videoya təkrar baxırsınız və buradakı qeydlərinizi mütləq götürürsünüz, dəyərli müəllimlər. Və buradan sonra yenə gəlir, deməli, interaktiv dərsin mərhələləri var. İnteraktiv dərsin mərhələlərindən danışaq müəllimlər. İnteraktiv dərsin birinci mərhələsi motivasiya mərhələsidir. Buna cəlb olunma da deyirik, motivasiya mərhələsinə. Deməli, əgər biz dərsin birinci mərhələsini, motivasiya mərhələsini yaxşı qurarıqsa, dərsimiz çox yaxşı, çox effektiv alınacaq, dəyərli müəllimlər. Deməli, motivasiya nədir? Cəlb olunma. Yəni, biz şagirdləri daha doğrusu, şagirdləri dərsin ilk mərhələsində
necə ki, qarmağa keçiririk, dərsimiz ona görə yaxşı alınır və yaxud da pis alınır. Belə deyil, doğru dildə desək. Cəlb olunmadır. Şagirdlərin, məsələn, birinci saat dərsdə uşaqlar gəliblər evdən, biri yuxlayır, biri mürgülüyür, hələ tam ayılmayanı var. Yəni, bu şagirdlərin hər birisinin beynini masaj eləyib, dərsə cəlb eləyirik. Qarmağa keçirdirik ki, dərsdə aktiv olsunlar. Yəni, interaktiv dərsdə, ümumiyyətcə, dərslərin təşkilində motivasiya mərhələsinə mütləq yer ayırmaq lazımdır. Yəni, dərsə girdik, elə lövhəyə dərsin adını yazın, izaha keçin, belə olmaz. Motivasiya nədir? Fəaliyyətə qarşı maraq oyatmaq demək. İstənilən fəaliyyətə qarşı hər hansı bir fəaliyyətə, məsələn, dərsdir, dərsə qarşı şagirddə maraq oyatmalıyıq ki, şagird həmin dərsi daha yaxşı dinləyə bilsin, öyrənə bilsin, dərsdə aktiv iştirak eləyə bilsin, suallara cavab verə bilsin, digər yoldaşına sual verə bilsin, keçdiyimiz dərsin izahını izahdan sonra tətbiq eləyə bilsin öyrəndiklərini. Yəni, buna görə onda bu dərsə qarşı maraq oyatmalıyıq. Maraq oyatmalıyıq ki, şagird bizi dinləsin. Deməli, insanın gördüyü iş üçün alacağı deyir. Baxın, burada izah verəcəm mən sizə, diqqətli olun. İnsanın deyir, alacağı, görəcəyi, gördüyü iş üçün alacağı maddi və mənəvi mənfaat insanı motivə edən faktordur. Gəlin aydınlıq gətirək. Maddi və mənəvi mənfaat insanın motivə edən faktordur. Nə deməkdir bu? İstər müəllim olsun, istər həkim olsun, biz öz peşəmizi sevirik də, düzdürmü? Öz peşəmizi sevmişik, getmişik, universitetə qəbul olmuşuq müəllim və yaxud müəllimə. Elədir müəllimlər? Peşəmizi sevmişik. Bu bizim mənəvi faktorumuzdur. Mənəvi cəhətdən öz peşəmizi sevirik. Deməli, ikincisi nədir? Maddi olaraq bizim motivasiyamız nədir? Bizim aldığımız maaş, belə deyək, əməyimizin haqqı. Ayın axırında gözləyirik ki, bizim əmək haqqımız vurulacaq və o artıq bizim xarici motivasiyamızdır. Mənəvi mənfəət, belə deyək də, daxili motivasiyamızdır. Xarici motivasiyamız maddi mənfəatdır. Bunlardan biri olmayanda bizim motivə edən faktor olmur. Yəni, xarici, maddi, belə deyək də, mənəvi motivasiyamız var. Sənətimizi sevirik. Xarici motivasiyamız yoxdursa, kim gedib o işi görər? Heç kim. İstəyir həkim olsun, istəyir müəllim olsun, istəyir aşpaz olsun, kim istəyir olsun. Xarici motivasiyası yoxdursa, o peşəni sevə-sevə dursun. Gedib o işi görmək istəməyəcək. Ona görə də biz şagirdləri dərs mühitində motivasiya eləməliyik ki, əziz şagirdlərim, siz bu dərsi keçirik, bu dərsi keçməkdə məqsədimiz odur ki, dərsin sonunda siz bu bilik və bacarıqlara yiyələnəcəksiniz və gələcəkdə bu sizlərə çox lazım olacaq. Və artıq şagirdlər bunu biləndən sonra aktiv olurlar, dərsdə diqqətli olurlar. Aydındır müəllimlər, şagirdləri təlimə motivə etmək üçün təlimə maraq oyatmaq, nəticəni əvvəlcədən göstərərək prosesə cəlb etmək lazımdır. Bayaq dediyim cümləyə gəldik. Nəticəni əvvəlcədən şagirdlərə göstəririk, onları prosesə cəlb etmək üçün. Həmçinin cəlb olma elə bir fəaliyyətdir ki, şagirdləri idrak fəallığı əsasında aktiv şəkildə dərsə cəlb edə bilir. Nə deməkdir idrak fəallığı? Gəlin, onların da yollarını mən sizə deyəcəm indi. Yəni, idrak nədir? Dərk etmə deməkdir. Motivasiya dərsin ilk 5-7 dəqiqəsində olur. Neçə dəqiqə olur? İlk 5-7 dəqiqədə motivasiya olur. Şagirdlər ayılır, aktivləşir, beyinləri masaj olunur və dərsə cəlb olunurlar. Şagirdlərin idrakını işə salma mərhələsidir. Yəni, şagirdin dərk etməsini işə salırıq. Dərsə qarşı onlarda həvəs oyadırıq motivasiya mərhələsində. Və burada motivasiyanın, belə deyək də, motivasiya mərhələsində bir dəqiqə. Qurmağın yolları var. Motivasiya qurmağın yolları var. Gəlin onlarla bir tanış olaq. Görüm, hansılardır motivasiya qurmağın yolları? Motivasiya qurmaq üçün bir müəllim neynəməlidir ki, motivasiyası yaxşı alınsın? Dərsin axıcılığı üçün, effektivliyi üçün
hansı yollardan istifadə etməlidir? Baxın, əyani vəsaitlərdən istifadə edə bilərik. Əyani vəsaitlərdən istifadə. Şəkillər, karikaturalar, videolardan istifadə etmək şagirdlər tərəfindən maraqla qarşılanır. Burada qarandıq bir məqam yoxdur. Sonra açıq tipli suallar verməklə. Açıq suallar veririk motivasiya mərhələsində. Açıq suallar nədir? Açıq sual verəndə şagirdlər düşünürlər. Yəni idrakları, dərk etmələri, düşünmələri aktivləşir və onları düşünməyə vadar eləyirik ki, yuxuları qaçsın. Doğru dildə deyirəm ki, yəni başa düşəsiniz. Yuxuları qaçır, onlar düşünməyə başlayırlar. Müəllim verən o maraqlı açıq suallar veririk şagirdlərə. Onların beynini açırıq, belə deyək. Onlar başlayır düşünməyə. Həmin suala cavab axtarırlar. Məqsəd nədir? Məqsəd şagirdlərin dərsə aktivliyini, dərsə qarşı onların marağını artırmaqdır. Sonra crossword tərtib etmək. Burada da qarandıq bir şey yoxdur. Sonra gəldik hekayə oxumaq. Baxın, bu maraqlıdır. Bax, bunu hər kəs eləyə bilər məncə. Aşağı siniflərdə daha yaxşı, ibtidai siniflərdə daha yaxşı effekt verir bu hekayə oxumaq. Məsələn, uşaqlara deyə bilərik ki, əziz uşaqlar, deməli, indi mən sizlərə bir hekayəni oxuyacağam və əvvəlcədən şagirdlərə məlumat veririk də, belə deyək. Xəbər eləyirik ki, əziz şagirdlərim, bax, indi mən sizlər üçün bir hekayə oxuyacağam. Və bu hekayəni oxuduqdan sonra sizlərə bu oxuduğum hekayən kiçik, təbii ki, 5-7 dəqiqəyə sığacaq bir şey oxuyuruq, bir neçə cümləlik və həmin hekayədən sizlərə suallar verəcəm. Bunu ona görə deyirik ki, şagirdlər diqqətli olsunlar, bizi diqqətlə dinləsinlər. Diqqətli olurlar və bunu deyəndən sonra hər bir şagird, o yuxulayan şagirdlər də, o pasiv kimi qalan şagirdlər də ayılır, aktiv şəkildə müəllimə qulaq asır ki, müəllim bu nağıl kimi bir şey danışırıq onlara, bir neçə cümləlik və şagirdlər artıq ona diqqətlə qulaq asır ki, müəllim bizə bu bitdikdən sonra sual verəcək, bu mətnin içindən suallar verəcək və qulaq asırlar ki, hər birisi suallara cavab verə bilsinlər. Və beləliklə şagirdləri artıq biz öz qarmağımıza keçirmiş oluruq. Sonra içərisində bir neçə səhv buraxan mətin göstərə bilərik. Məsələn, bilərəkdən bir mətin göstəririk onlara, içərisində bir neçə dənə səhv olan mətin göstəririk və şagirdlərə səhvi tapmağı tapşırırıq. Bu da motivasiya qurmağın yollarıdır. Sonra dərsin digər mərhələsi refleksiya mərhələsinə gəlirik ki, baxın, refleksiya nədir müəllimlər? Mən hər dərslərin izahında, bu video izahların sonunda refleksiya edirəm. Əgər fikir vermisinizsə. Refleksiya nədir? Refleksiya təkrardır. Təkrarlayırıq. Bir növ üzərindən təkrar keçirik ki, öyrəndiklərimiz möhkəmlənsin. Refleksiya etmək odur ki, misal üçün, qidanı çeynəmədən udursan. Refleksiya etməmək nə deməkdir? Refleksiya etmiriksə, qidanı elə bil ki, qoyuruq ağzımıza, qoyduğumuz kimi də uduruq. Bu nə deməkdir? Olmaz belə bir şey. Yəni, burada heç bir həzmdən söhbət gedə bilməz. Filosof Edmund Burke demişdi ki, deyir. Bax, bunu mən deməmişəm, ha. Edmund Burke nə deyib? Deyibdi ki, refleksiya etmədən öyrənmək qidanı çeynəmədən yemək kimidir. Baxın, bunu mən deməmişəm, bunu Burke deyibdir. Düzdə deyibdir. Refleksiya etmək biliyimizi möhkəmləndirməkdir. Refleksiya etməklə şagird öyrəndiklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür. Yəni, öyrəndiyini refleksiya edir. Üzərindən bir də keçir, uzun müddətli yaddaşa ötürür. Yaddaş nədir? Tutumdur. Oxuduğunu, öyrəndiyini təkrarlayır, möhkəmləndirir, ötürür yaddaşa ki, sən burada qal, yadımda qal. Özünün inkişafı barədə məlumata sahib olur şagird. Öz-özünü refleksiya edən şagird öz inkişafını izləmiş olur. Öz inkişafını izləyir və bilir ki, o nəyi bilir, nəyi bilmir, nələri bilməlidir, nəyin üzərində daha çox çalışmalıdır. Refleksiya etmək ona görə də çox vacib bir məqamdır. Hər kəs üçün, istər şagird olsun, istər bugünkü gün imtahana hazırlaşan müəllimlərimiz olsun, mütləq refleksiya etmək lazımdır. Başqa sözlər, refleksiya effektiv aparıldıqda dərindən, baxın,
dərindən öyrənmə baş verir. Mütləq refleksiya etmək lazımdır. Dərindən öyrənmə baş verir. Sonra sinifdə refleksiya aparmağın aşağıdakı fəaliyyətlərdən istifadə etmək olar. Deməli, sinifdə refleksiya aparmaq üçün aşağıdakı fəaliyyətlərdən istifadə etmək olar. Hansı fəaliyyətlərdən istifadə etmək olar? Baxaq. Sinif mühitində. Şəxsi jurnallar. Nədir şəxsi jurnallar? Buraya deyir, şagirdin həftəlik təcrübələrini, öyrəndikləri vacib məqamları qeyd edirlər. Yəni, belə deyək də, müəllimlər, hər bir şagirdin şəxsi bir jurnalı olur. Özünə bir dəftər tutur və həmin dəftərdə şagird həftəlik qeydlərini aparır. Hansı qeydlərini aparır? Dərslə bağlı qeydlərini. Ki, mən bu həftə filan tapşırıqlardan 4 aldım, 5 aldım və yaxud balla yazır. Öz inkişafını bir növ izləyir şagird. Və sonra hansı ki, həftə ərzində bunları yazıb, bu həftə, növbəti həftə, o birisi həftə və özünü həmin həftələrdə uğurları ilə və yaxud uğursuzluqları ilə müqayisə eləyir. Özünü müqayisə eləyir. Şagird nə edir? Həmin jurnalı olan şagird qeydlərini, öz qeydlərini növbəti həftə ki, qeydlərin növbəti həftə qazandığı uğurlarla, qeydlərlə əvvəlki həftəni müqayisə eləyir. Və bu da şagirddən nəyə aparıb çıxardır? Refleksiya eləyir. Şagird bilir ki, harda zəifdir, harda güclüdür, ona görə müqayisə vacibdir. Yəni, bu jurnallar sinif mühitində hər bir şagirddə olmalıdır və şagirdlər özlərini müqayisə etməsi üçün, refleksiya etməsi üçün çox vacibdir. Deməli, birinci üsulumuz hansı oldu? Refleksiya üsulumuz. Şəxsi jurnallar. Şagirdin şəxsi jurnalı. Sonra müzakirələr. İkinci üsulumuz müzakirələrdir. Şagirdləri refleksiyaya səsləməyin, baxın, bir də gözür istəyirəm. Şagirdləri refleksiyaya səsləməyin bir yolu onları bu barədə müzakirəyə dəvət etməkdir. Deməli, refleksiya müzakirə mövzusu olduqda şagirdlər başa düşürlər ki, öyrəndiklərindən özləri üçün bir nəticə çıxarmaq əsas məqsədlərdən biridir. Yəni, refleksiyanı müzakirə mövzusu kimi sinifdə təşkil edirik və biz bunu təşkil edəndə, bu müzakirəni, şagirdlər nəyi başa düşürlər? Öyrəndiklərindən, baxın, nəyi başa düşürlər? Öyrəndiklərindən özləri üçün bir nəticə çıxarmaq əsas məqsədlərdən biridir. Müzakirə təşkil edirik. Nə müzakirəsi? Refleksiya müzakirəsi təşkil edirik. Şagirdlər bu qənaətə gəlirlər. Təsəvvür edin ki, sinifdə aparılan bu cür refleksiya müzakirələrindən biri problem həll etmədir. Belə müzakirələrdə şagirdlərdə metakognitiv proseslər baş verir. Baxın, belə bir müzakirə təşkil edəndə hər bir şagird özünün güclü, zəif tərəflərini üzə çıxartmış olur. Metakognitiv biliyi keçəndə mən metakognitiv biliyi haqqında, metakognitiv bacarıqlar var. Onlar haqqında sizlərə ətraflı məlumat verəcəm. Deməli, növbəti üsulumuz oldu müzakirələr. Digər üsulumuz hansıdır? Müsahibə. Müsahibə üsuludur. Müsahibə nədir? Şagirdlərə öz öyrənmələri və inkişafları ilə bağlı refleksiya etmək imkanı verir. Müsahibə. Onun vasitəsilə həm müəllim şagirddən, həm də şagirdlər bir-birlərindən müsahibə ala bilərlər. Müsahibə zamanı nə baş verir? Müəllim şagirdlərdən, şagirdlər də bir-birlərindən müsahibə ala bilərlər ki, bu da refleksiyanın bir növüdür, dəyərli müəllimlər. Növbəti üsulumuz, refleksiya üsulumuz hansıdır? Sorğu. Baxın, bu sorğuda müəllimlər biraz çaşırlar. Sorğunun sualları sən üzərindən qoyulur. Suallar dərslə bağlı olur. Bunun birinci deməkdə məqsədim odur ki, bunu mütləq mən deyən qaydada da yadda saxlayırsınız, yedir. Sən üzərindən qoyulur, dərslə bağlı olur suallar. Yəni, sorğuda nədir? Yaxşı tərtib olunmuş suallar və qarşılıqlı hörmət və inama əsaslanan sinif mühiti şagirdlərin öyrənmə ilə bağlı fikirlərini, anlama və tətbiq bacarıqlarını üzə çıxarmağa imkan yaradır. Bu cür sorğu üçün aşağıdakı bəzi sualları misal gətirə bilərik. Nəyi misal gətirə bilərik? Baxın, müəllimlər, sən üzərindən suallar qoyulur. Sorğuda. Öz fəaliyyətin zamanı hansı strategiyalardan istifadə edirsən?
Yəni sən, baxın, deyir ki, sən öz fəaliyyətin zamanı hansı strategiyalardan istifadə edirsən? Sual verir də, sən üzərindən qoyulan suallardır. Anlamanı, yəni öz anlamanı yenə də sən hansı üsulla yoxlayırsan ki, dərsi anlayıbsan, yoxsa anlamayıbsan? Sonra bölmənin əvvəlində müəyyənləşdirdiyin öyrənmə məqsədinə çatmısanmı? Yəni yenə də sən çatmısanmı deyir. Baxın, hər birisi sən üzərindən qoyulan suallardır ki, bu da sorğu refleksiya üsuludur. Sonra burada var, cümlə kökləri var. Cümlə kökləri. Nədir cümlə kökləri? Cümlə kökləri bu üsulun digərlərindən fərqi hazır ifadələr verməklə şagirdləri danışmağa, düşünməyə sövq etməsidir. Deməli, bunun məqsədi odur ki, bu cümlə kökləri refleksiya üsulunun. Bu üsul utancaq, çəkingən uşaqlar üçün tərtib olunub, tətbiq edilib daha doğrusu. Utancaq, hər bir sinifdə var da, yəni hər bir sinifdə utanan, çəkinən şagird var ki, onlar fikirlərini deyə bilmirlər. Bu ifadələr şagirdlərə təqdim edildikdə ən azından nədən başlayacaqlarını bilirlər. Yəni bu cümlə köklərinin məqsədi odur ki, müəllim hazır ifadələr yazır və şagird orada axırda, sonda öz fikrini yazır. Yəni şagird cümlənin əvvəlini gətirə bilmir də. Ona görə bu üsul tətbiq olunubdur. Məsələn, şagirdlərə özlərinə uyğun tamamlamaları üçün aşağıdakı cümlə başlıqları verilə bilər. Bəzi cümlələr hazır verilir. Məsələn, bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar nələrdir? Müəllim bunları, bax bu cümlələri müəllim yazır, qoyur şagirdin qarşısına. Şagird də cümləni oxuyur, axırda fikrini yazır. Cümləni oxuyur, bura fikrini yazır. Çünki bu cümlənin əvvəlini şagird gətirə bilmir. Bu cümlə köklərinin məqsədi odur ki, cümlənin kökünü müəllim qoyur, şagird axırda bir dənə fikrini deyir də. Məsələn, bunu əvvəlini deyə bilmir də, bu boyda cümləni danışa bilmir. Utanır, çəkinir ki, birdən səhv deyərəm, birdən nəyisə deyərəm, parta yoldaşım mənə gülər, müəllim mənə acılayar. Buna görə bu cümlə kökləri refleksiya üsulunun cümlənin kökləri. Müəllim tərtib eləyir, şagird axırda fikrini yazır. Sonra burada var refleksiya üsulu, növbəti üsulumuz çıxış biletləri. Nədir çıxış biletləri? Çıxış biletlərinin sualları da mən üzərindən qoyulur, müəllimlər. Baxın, mən üzərindən. Sorğuda sən üzərindən qoyulur. Çıxış biletlərində suallar mən üzərindən qoyulur. Amma diqqətli olaq, müəllimlər. Birbaşa dərslə bağlı suallar olmalıdır. Yəni, mən dünən gəzməyə getmişdim, mən dünən kinoteatra getmişdim, mən dünən harasa parka getdim. Belə olmaz. Bu çıxış biletinin sualı deyil. Və yaxud sorğunun sualı olsun. Sən üzərindən qoyulan suallardır. Sən səhər yeməyində nə yedin? Bu sorğu sual deyil axı. Müəllimlər çox çaşırlar ki, sual sən üzərindən qoyulubsa, artıq bu sorğunun sualıdır. Hər sənlə yazılan cümlə sorğu sualı ola bilməz. Dərslə bağlı, tədrislə bağlı suallar olmalıdır. Şagirdin strategiyaları ilə bağlı, öyrənməsi ilə bağlı olan suallar olmalıdır, refleksiya sualları. Çıxış biletlərində də mən üzərindən qoyulur suallar. Çıxış biletləri formativ qiymətləndirmədə də qeyd etdiyimiz kimi çıxış biletləri şagirdin fikrini ifadə etməsi üçün daha çox gündəlik keçirilənləri refleksiya edən məhsuldar strategiyalardan biridir. Burada müəllim bir və ya bir neçə sualı şagirdə təqdim edir və şagird onlara aid fikirlərini yazır. Deməli, suallar necə olur? Mən üzərindən qoyulur. Mənim güclü və zəif tərəflərim hansılar idi? Növbəti dərslərimdə nəyə diqqət yetirməyim lazımdır? Mən inkişaf etmişəm, nələr üzərində hələ də çalışmalıyam? Dərsdə aktivliyim necə idi? Sinif yoldaşımla əməkdaşlığım səmərəli oldumu? Baxın, hər birisinin suallar mən üzərindən mənə ünvanlanıbdır. Bütün suallar mənə ünvanlanıbdır, müəllimlər. Demək, bu da nə oldu? Çıxış biletinin sualı oldu, müəllimlər. Deməli, nəyi öyrəndik biz bugün? Qaydırıq başa. Niyə qaydırıq? Refleksiya etmək üçün. Öyrəndiklərimizi qısa müddətli yaddaşdan
uzun müddətli yaddaşa köçürmək üçün qayıdırıq başa müəllimlər. Və siz də hər dəfə bunu eləyin. Dərs bitdikdən sonra 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə, yarım saat təkrardan izləyin. Təkrardan baxın və qeydlərinizi götürün. Bu sizlər üçün inanın ki, yəni mütləq vacibdir. İmtahanlarda uğur qazanmaq istəyirsinizsə müəllimlər, məsuliyyətli bir şəkildə çalışın. Disiplinli bir şəkildə çalışın. Bir dəfə baxmaq kifayət deyil. Bir neçə dəfə baxın, əlavə testlər işləyin, əlavə sınaqlar işləyin. Yəni bizim ödənişli dərslərə qoşulan müəllimlər bilir ki, biz çox saylı sınaqlar işləyirik və bizim sınaqlardan yararlanmaq istəyirsinizsə, siz də bizlərlə əlaqə saxlaya bilərsiniz. İndi isə refleksiyamıza keçək görün, biz bugün nə öyrəndik sizlərlə? İnteraktiv dərsi öyrəndik müəllimlər. İnteraktiv dərsi necə yadda saxlayırıq? Qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. Yəni burada fərdlikdən söhbət gedə bilməz. Fərdi işi sevmir. Fərdi iş interaktiv dərsin düşmanıdır. Burada hər bir şagird aktivdir, müəllim də aktivdir. Müəllim də şagirdlərlə bərabər prosesin içindədir, fəaliyyət göstərirlər hər kəs. Birgə fəaliyyətə cəlb edir şagirdləri. Şagirdlərdə əməkdaşlıq, ünsiyyət formalaşdırır. Şagirdlər burada pasiv olmurlar, aktiv tərəf olurlar, analiz eləyə bilirlər, öyrəndiklərini tətbiq eləyə bilirlər, qiymətləndirən tərəfə çevrilə bilirlər. Sonra nəyi keçdik biz sizinlə? İnteraktiv dərs mühitinin yaradılması üçün müəyyən direktivlər, istiqamətlər var ki, bu istiqamətlərdən istifadə eləyərək biz şagirdlərdə bu istiqamətləri tərtib eləyərək sinifdə daha doğrusu interaktiv təlim mühiti yarada bilərik. Hansılardır? Dərsə cəlb olunma, sualların verilməsi, təlim vasitələrindən istifadə olunması, sinifdə işçi atmosferi qrupunun yaradılması, şagirdlərlə bərabər müəllimin də fəaliyyətə cəlb olunması, bunların hər birisini təşkil eləyərək interaktiv dərs mühiti yarada bilərik, dəyərli müəllimlər. Sonra nə keçdik müəllimlər? Üstün cəhətlərini keçdik ki, ölçülə biləndir, şagird nailiyyəti, şagirdi motivasiya edir, şagirdlərdə real həyatı bacarıqlar formalaşdırır. Bu üçü üstün cəhətləri hansılardır deyəndə deməli yazırsınız ki, şagird nailiyyəti ölçülə biləndir, şagirdi motivasiya edir, şagirdlərdə real həyatı bacarıqlar formalaşdırır. Üstün cəhətləri kimi bunları da qeyd edin dəftərlərinizə. Sonra interaktiv dərsin mərhələlərini keçdik ki, yəni bu mərhələlər dərsin effektivliyi üçün vacibdir. İnteraktivliyin təmin olunması üçün vacibdir ki, motivasiya mərhələsini öyrəndik biz sizlər. Cəlb olunma, şagirdlərin qarmağa keçirilmə mərhələsi deyirik ki, biz bunu. Şagirdləri bu mərhələdə qarmağa düzgün keçirə bilsək, onlarda dərsə qarşı maraq, həvəs oyada bilsək, dərsin ilk 5-7 dəqiqəsini bu şəkildə təşkil edə bilsək, dərsimiz daha effektiv olacaq, dəyərli müəllimlər. Sonra motivasiya 5-7 dəqiqə müddətində olur. Motivasiya qurmağın yollarını öyrəndik biz sizlərlə ki, bunları etsək dərsimizin əvvəlində motivasiyası şagirdlərin yüksək olacaq və dərsimizi diqqətlə dinləyəcəklər. Digər mərhələmiz refleksiya mərhələsi oldu. Refleksiya mərhələsində nə dedik müəllimlər? Daha doğrusu mən demədim. Burke demişdi ki, qidanı çeynəmədən yemək, refleksiya etmədən öyrənmək, qidanı çeynəmədən yemək kimi bir şeydir. Refleksiya nə işə yarayır? Öyrəndiklərimizi qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür. Yəni, qısa müddətli bugün öyrəndik, sabah yadımızdan çıxmasın deyə biz refleksiya edirik, onu ötürürük yaddaşa, yaddaşımız onu tutur, saxlayır ki, biz sınaqlarda bu mövzuda çaşmayaq. Başqa sözlər, refleksiya effektiv aparıldıqda dərindən öyrənmə baş verir. Dərindən öyrənmə baş verir. Səthi yox, dərindən. Sinifdə refleksiya aparmaq üçün bəzi yollar var, üsullar var. Onları da mən sizə dedim, şəxsi jurnallardır. Burada şagirdlər özlərinin həftəlik təcrübələrini müqayisə edirlər. Sonra müzakirələrdir. Sinifdə refleksiya mövzusunu müzakirə kimi qoyuruq və müzakirə mövzusu açırıq. Sonra müsahibədir ki, burada müəllim şagirddən, şagirdlər bir-birlərinə müsahibə ala bilərlər. Necə öyrənirsən, nə edirsən, belə-belə müsahibələr götürə bilərlər. Sonra sorğu refleksiya üsulumuz var ki, suallar sən üzərindən qoyulur, suallar dərslə bağlıdır. Sonra cümlə kökləri var ki, bu da nə üçündür? Bu refleksiya üsulu utancaq, çəkingən şagirdlər üçün
tərtib olunubdur. Sonra burada çıxış biletləri var, refleksiya üsulu. Bunun sualları hansı oldu? Suallar mən üzərindən qoyulur çıxış biletlərində. Hər birisi refleksiya üsuludur, dəyərli müəllimlər. Deməli, refleksiya üsullarını bildik, dərsin mərhələlərini öyrəndik və ümid edirəm ki, bu izahım sizlər üçün yararlı oldu, dəyərli müəllimlər. Əgər videonu, mənim izahımı bəyənmisinizsə, kanalıma abunə olun, videonu paylaşın ki, daha çox müəllimin məlumatı olsun. Qeydlərinizi götürürsünüz müəllimlər və hər birinizə uğurlar arzulayıram, dəyərli müəllimlər. Sağ olun, özünüzdən müğayət olun.